Güvən nəşrlərinin 15 mart tarixində keçirilmiş olduğu imtahandan olan ingilis dili suallarına baxaq. Kanala abunə olmaqla birazdan digər sualların izahına baxa biləcəksiniz. 13-cü sualda bizdən passivə düzgün şəkildə çevrilmiş cümləni istəyir. Deməli, bağban qızıl gülləri sulamır deyir. Does not water indiki sadə zamanda verilibdir. İndiki sadə zamanda passiv am is are watered, yəni fe'l üç olacaq. A-da watered fe'l üç formasında deyil, A gedir. B-də were keçmişdir, bizə are lazımdır. C-də the gardener cümlə eynisi ilə başlamaz. Y-də don't-dan yox, am is are-dan olmalıdır. Cavab D variantı, are watered. 14-də qərara gəlmədən əvvəl ehtiyatla, diqqətlə düşünmək. Ignore etinasız yanaşmaq, forget unutmaq, doubt şübhə etmək, reject imtina vermək, consider dərindən düşünmək, fikirləşmək mənası var. Elə think-dən bunu tutub yazmaq olar. Y variantı.